Kürdəmirdə örüş torpaqlarında tikinti aparılması ilə bağlı Ajans Aza müraciət daxil olub. Bölgə TV xəbər verir ki, Ajans Aza müraciətdə bildirilir ki, Kürdəmir Agro MMC tərəfindən örüş torpaqları zəbt edilib. Qeyri-qanuni olaraq ərazidə tikinti işləri aparılır. Qırmızı kitaba düşən yulğun ağacları məhv edilib. Qeyd edək ki, kənd təsərrüfatı təyinatlı torpaqlarda tikinti aparılması cinayət sayılır. Torpağın təyinatı isə yalnız baş nazirin qərarı ilə dəyişdirilə bilər. Məsələni araşdırarkən məlum oldu ki, faktiki çıxarış sənədlərində bu torpaqlar örüş torpaqları olaraq qeydiyyatdan keçib. Kürdəmir Agro MMC-nin rəhbəri Kamal Kərimovun örüş torpaqlarında tikinti aparmasına isə Kürdəmirin sabiq icra başçısı Nəsimi rayonunda 47 günlük vəzifə görən Elxan İbrahimov icazə verib. Kamal Kərimov isə Sorsor və Çöllərəb kəndlərində yerləşən 28 və 12 hektardan artıq torpaq sahələrində rahat şəkildə tikinti apara bilib və hazırda da ərazidə işlər davam etdirilir. Ajans Azın əldə etdiyi məlumata görə vaxtilə kənd təsərrüfatı şöbəsinə rəhbərlik edən Zəfər İsmailov və icra hakimiyyətinin digər rəsmi şəxsi Əziz Hacı da bu işdə rol alıblar. Ajans Azın baş redaktoru Tural Müseybov tərəfindən Zəfər İsmailov ünvanlanan sorğudan sonra Dövlət Əmlakının kadastrı və Reyestri xidmətinin rəsmi saytında elektron çıxarışların yoxlanılması zamanı torpaq sahələri barədə məlumat olsa da artıq bu məlumatların gizlədilməsi faktı ortaya çıxıb. İcra hakimiyyətinin digər nümayəndəsi Əziz Hacı ilə əlaqə saxlamağı isə mümkün olmayıb. Kənd Təsərrüfatı Nazirliyinə verilən sorğu zamanı məlum olub ki, Kamal Kərimovun rəhbər olduğu Kürdəmir Agro MMC-nin icarəyə götürdüyü örüş torpaqları barədə məlumat elektron kənd təsərrüfatı informasiya sistemində 29 oktyabr 2025-ci il tarixində qeydiyyatdan keçib, amma bəyanları yoxdur. Kürdəmir rayonu Sorsor kəndində yerləşən 12 hektardan artıq torpaq sahəsi 7 may 2021-ci ildən 7 may 2036-cı ilə qədər Kürdəmir Asan Xidmət Mərkəzində 3,8 nömrəli icarə müqaviləsi ilə icarəyə götürülüb. Kürdəmir rayonu Çöllərəb kəndində yerləşən 28 hektardan artıq torpaq sahəsi 5 may 2021-ci ildən 5 may 2036-cı ilə qədər Kürdəmir Asan Xidmət Mərkəzində 3,59 nömrəli icarə müqaviləsi ilə icarəyə götürülüb. Kürdəmir Agro MMC-nin rəhbəri Kamal Kərimovun sabiq icra başçısı Elxan İbrahimovla birgə bu işləri reallaşdırması barədə məlumatların doğru olub-olmamasını hüquq mühafizə orqanları müəyyən edə bilər. Amma faktiki olaraq əldə etdiyimiz rəsmi sənədlərdə torpaq sahələrinin örüş sahələri olması, bir neçə gün öncə elektron çıxarışda bu faktın silinməsi, bugün isə ümumiyyətlə çıxarışın itbat olması ilə rastlaşmışıq. Hazırda nə baş verir? Kürdəmir İcra Hakimiyyəti zamanında səlahiyyət sahibi olan, bugün isə bir qədər zəif qalan məmurların nəyi gizlətməyə çalışır? Araşdırmamız davam edir. Bir sıra mühüm məqamları Ajans Azın baş redaktoru Tural Müseybov video reportajda səsləndirib. Rəna Rövşən qızı, Bölgə TV. Kürdəmir rayonu ərazisində örüş torpaqlarının zəbt edilməsi və burada tikintinin aparılması ilə bağlı bizə müraciət daxil olub və mən bunu araşdırdım. Araşdırarkən məlum oldu ki, Kürdəmir Agro MMC-yə bir neçə yerdə torpaq sahəsi verilib rəsmi olaraq. Bu 28 hektar torpaq sahəsidir, 12 hektardan artıq torpaq sahəsidir, 145 hektar torpaq sahəsidir və Kürdəmir Agro MMC tərəfindən örüş torpaqları olduğu rəsmi çıxarışda qeyd edilən ərazilərdə tikinti aparılır. Çıxarışda 28 hektardan artıq, 12 hektardan artıq olan sənəddə qeyd olunur ki, bu torpaqlar kənd təsərrüfatı təyinatlıdır və mötərizədə yazılır ki, bunlar örüş otlaq torpağıdır. Bilirsiniz ki, örüş otlaq torpağında hər hansı tikintinin aparılması cinayət sayılır. Bunu həyata keçirmək olmaz. Bu qeyri-qanunidir. Araşdırmamız zamanı məlum oldu ki, Kürdəmir Agro MMC Kamal Kərimova məxsusdur və bu proseslərin həyata keçirilməsi əldə etdiyimiz məlumata görə Kürdəmir rayon icra hakimiyyətinin sabiq başçısı Elxan İbrahimovun da rəhbərliyi altında reallaşıb. Hansı ki, Elxan İbrahimovu tanıyırsınız. Bir müddət öncə 47 günlük Nəsimi rayonunda icra başçısı fəaliyyətini həyata keçirən şəxs, hansı ki, onun fəaliyyətinə nöqsan aşkarlandı və o, belə deyək də, qovuldu öz işindən. Və o şəxsin Kürdəmir rayonunda icra hakimiyyəti başçısı olduğu dönəmdə bu proseslərin həyata keçirildiyi qeyd olunur və vurğulanır ki, məhz onun tərəfindən elə sahibkara şərait yaradılıb ki, örüş torpaqlarında orada tikinti həyata keçirsinlər. Və daşınmaz əmlakın dövlət reyestrində tərəfindən aparılan axtarış zamanı bir neçə gün öncə mən həmin çıxarışları elektron informasiya portalında əldə edə bilmişdim. Və Kürdəmir rayon icra hakimiyyətində vəzifə daşıyan və zamanında kənd təsərrüfatı sahəsində şöbəsinə rəhbərlik eləmiş şəxslərdən biri Cəfər İsmailova sorğu verdim. Telefonumda da o sorğu, burada da var. Və mən sorğu verəndən sonra, rəsmi yazışmalardan sonra, daha doğrusu bir sorğuma salam verdi və mən qeyd elədim ki, sizin də bu məsələlərə müdaxilə etdiyiniz deyilir, sizin də bu məsələdə mövqeyinizi bilmək istəyirik, xahiş edirik bu məsələyə münasibət bildirəsiniz. Cəfər İsmailova yazışandan sonra bugün daşınmaz əmlakın dövlət reyestri xidmətində mənim əlimdə olan rəsmi çıxarışlar var, bunu hələ belə göstərməyəcəm. Bu rəsmi çıxarışların, yəni belə deyək də, surətləridir. Və burada olan kodu daxil eləyirəm elektron informasiya portalına
və informasiya portalında bir neçə gün öncə mənim tərəfimdən əldə edilən çıxarışlar artıq çıxmır. Yəni, Dövlət Reyestr Xidmətinə çox maraqlıdır ki, kim bu kodları silib və həmin rəsmi olan sənədləri biz orada əldə edə bilmirik. Necə olur ki, bir neçə gün öncə bu olur? Onda belə çıxır ki, burada bir çox məmurlar əlbirdirlər. Məsələ Cəfər İsmailova mən məlumat verəndən sonra necə olur ki, Dövlət Reyestr Xidmətində artıq həmin çıxarış, yenə deyirəm, o kupça yoxa çıxır. Yəni görünmür. Bu kodu biz əldə edə bilmirik. Halbuki mənim əlimdə, yəni qeyd eləmək istəyirəm o şəxslərə, elə sahibkar da yəqin baxacaq, biləcək. Bütün bunların rəsmi sənədləri mənim əlimdə var. Vaxtında biz onu çap eləmişik və çıxarmışıq. Və burada göstərilir ki, bu torpaq sahələri örüş torpaqlarıdır. Siz örüş torpağında necə tikinti apara bilmirsiniz? Necə orada betonlar yerləşdirə bilmirsiniz? Mən sizə fotoları təqdim edirəm, baxın. Böyük fermalar tikilib. Kənd Təsərrüfatı Nazirliyinə sorğu verdim və sorğuda məlum oldu ki, kənd təsərrüfatı təyinatlı torpaqlarda bəli, müəyyən hissədə tikinti aparmaq olur, amma örüş torpağı istisna olmaqla. Yenə deyirəm, örüş və otlaq torpaqları cinayət məsuliyyəti daşıyır onu işi görənlər. Kənd təsərrüfatı təyinatlı aparmaq olur, əlbəttə orada parnik eləyə bilərlər, suvarma işləri görə bilərlər, işçilər üçün müəyyən yer tikmək olar, müəyyən sahələrdə işçilərin fəaliyyəti üçün, mal, heyvan saxlamaq üçün hətta müəyyən sahə, müəyyən olunan, qanuna uyğun olan ərazidə tikinti aparıla bilər. Amma örüş torpağında apara bilməzsiniz. Xahiş eləyirəm, hüquq mühafizə orqanları, elə Cəfər müəllimin özünü də bəlkə cəlb eləsinlər bu məsələlərə və mən sizə bir ad da çəkəcəm. Orada Əziz Hacı adında aparıcı məsləhətçi var hazırda və Cəfər müəllimin də indi vəzifəsi sənədlərlə vətəndaşlarla müraciətləri iş sektoru sektor müdürüdür. Amma bundan əvvəl kənd təsərrüfatı məsələləri ilə məşğul olub həmin şəxs. İndi orada struktur dəyişikliyi yəqin dəyişikliyi olub. Bu iki şəxsin adı keçir bu məsələlərdə. Amma Kürdəmir rayon icra hakimiyyətində məhz bu rəsmi şəxslərə mən məktub yazan, ünvanlayandan, müraciət eləyəndən sonra həmən şəxslərdən artıq cavab ala bilmirəm və yenə deyirəm, necə olur ki, rəsmi sənədin kodları daxil edilir və daşınmaz əmlakın Dövlət Reyestr Xidmətinin elektron portalında həmin sənədlər artıq üzə çıxmır. Siz ona nə etmişsiniz, mən bilmirəm. Və bir məsələni də deyəcəm. Necə olur ki, bizim əlimizdə olan rəsmi sənəddə, onun surətidir, burada mötərizədə otlaq, örüş sahələri olduğu qeyd olunur. Amma bir müddət öncə mənim reyestrdən çıxartdığımda mötərizədə də onu silmişdiniz. Bununla kim məşğuldur? Bu çox belə deyək, həssas məsələdir. Mən ümid eləyirəm ki, hüquq mühafizə orqanları bu məsələyə məşğul olacaqlar və Dövlət Vergi Xidmətinin də indi reyestrindən çıxarış eləmişəm, baxa bilərsiniz, görürsünüz ki, Dövlət Vergi Xidmətinin rəsmi olaraq göstərilir, orada qeyd olunur ki, Kürdəmir Agro MMC-nin rəhbəri də Kamal Kərimovdur və sahibkar tərəfindən bu işlər necə həyata keçirilib, necə olub ki, Kamal Kərimov tərəfindən məhz örüş torpaqlarında bu cür fəaliyyət reallaşdırıla bilib. Adlarını çəkdiyim şəxslər, sabiq icra başçısı və yenə deyirəm Kamal Kərimov və onun ətrafında olan bu şəxslər, Kürdəmir icra hakimiyyətində adlarını çəkdiyim şəxslər, daşınmaz əmlakın Dövlət Reyestri Xidmətində təəssüf ki, nümayəndələrini tapa bilmədiyi, onlarla bağlı məncə araşdırma aparmaq lazımdır. Bizim əlimizdə digər məlumatlar da var, onları da paylaşacağıq. Bir məsələni də qeyd edeyim ki, məhz bu ərazilərdə, örüş otlaq ərazilərində tikinti aparılarkən əldə etdiyimiz məlumata görə yulğun ağacları kəsilib, atılıb. Qeyd eləmək istəyirəm ki, yulğun ağacları qırmızı kitaba düşüb, yulğun ağaclarının birinin kəsilməsi, onun məhv edilməsi 40.000 manata qədər, hətta 40.000 manatdan da artıq cərimədir. Və necə olur ki, bax bu yulğun ağacları da belə məhv edilib, sıradan çıxarılıb, bu qədər görünür cərimə mi ödəyiblər, ya necə eləyiblər, bu məsələ də araşdırılmalıdır. İndi sizə həm də Sputnik fotolarda təqdim eləyirəm, həmin ərazidən çəkilən fotolarda təqdim eləyirəm. Və sonda bir məsələni də qeyd edeyim ki, Kənd Təsərrüfatı Nazirliyinə verdiyim sorğudan məlumat belədir ki, çıxarış sənədi 29 oktyabr 2025-ci ildə Kənd Təsərrüfatı informasiya sistemində, elektron informasiya sistemində qeydiyyatda var, amma bəyanlar mövcud deyil. Yəni Kənd Təsərrüfatı sistemində də bu bəyanlar yoxdur. Bu da maraqlı faktdır. İstərdim bu məsələdə araşdırılsın və bununla bağlı çox təəssüflər olsun ki, bizim nə Kamal Kərimovla, nə sabiq icra başçısı İlham İbrahimovla əlaqə saxlamaq imkanlarımız məhdud oldu. Kürdəmir icra hakimiyyətinə tapdığımız şəxslər isə bax belə, onlara məlumat verən kimi dərhal belə başa düşdüm ki, reyestr xidmətinə müdaxilə eləyə biliblər. Araşdırmamız davam eləyir, bu məsələləri izləməyə davam eləyin və mən sizi məlumatlandıracağam.